Uşaqlıqların yaşayırlar. Yine sevinirlər. Su canlı da, canlı. Su həyatdır. Ne tane rahat oldu. Gelin, siz de gelin. Su bunlar için həyatdır. Temboli su heyvanları. Necə də sevinirlər. İlah. Geçsən də sevin. Təsərrüfat sevənlər. Maşallah. Gelin, siz de gelin. Gelin, çim eləyin. Uşaqlığınızı yaşayın. Ben de uşaqlıqda Neftçalada her gün üzgüsülüyü çok sevirdim. Hele ömrüm elə suda keçib. Her gün bir tane kolya vardı, Ermeni. Yaşlı adam idi. Hoşum onun həyətində bambuk bitirdi, qarğı, qamış qarğı. Gedib onun həyətindən ildə 2 dəfə, 3 dəfə bambuk qarğı yığırdım. O qarğıdan gedirdim Neftçalada. Dükan var idi bir tane. Orada jılka satırdılar. Balıqçılıq dükanı. Metresi bir qızqalıya. Leska alırdım. 2 metre, 3 metre. İndi nə qədər pul verirdilər məktəbə. Ruska almağa, nə bilim, dəftər almağa. O yığırdım. Gedirdim özümə jılka alırdım. Qırmaq alırdım. O şimdi sonra kiçik kardeşimi de götürürdüm. Günorta hamı yatan kimi həyətdən soxurdan düşürdü aşağı 2-ci mərtəbədən qardaşımla. Evimiz 2 mərtəbə idi. O turbalarla sürüşə qollarımız, zadımız hamısı qansıl olurdu. Pəncərə açıb pəncərədən düşürdü aşağı. Günorta vaxtı çıxırdıq aradan 2 qardaş kimizlə. Gedirdik, həm doyunca çimirdik, həm də 1-2 sa balıq tuturduq. Hər gün. Arkaya qaydanda motosikletçilər görürdü, balıqçılar da, o tor quranlar dənizdə. Hamı tanıyırlar rayonda. Bir də atom günortadan sizi axtarır. Siz rayonda. Rayonun içində sizi axtarır. Sədədatda adam da qalmayıb soruşma. Soruşmadığı adam qalmıyor. Ayda bir daha qorxu gəlirdi canımıza. Ayda. Gəlirdim evə, kişi dayı balığı tullayırdı. Sizə deməmişəm getməyin. Həqiqətən də o vaxtı ilan, canavar, çaqqal çox idi. Tembolyada Neftçala Sovet vaxtı 90-cı illər, 91-ci illər təzə şey olan vaxtlar da, bu aran qızışan vaxtları. Rayonun özündə axşam çağı çaqqallar, canavarlar oluyor da, bu belə çöllükdə, bizi tərəfdə, dəniz tərəfdə. Bizi Allah saxlayırdı da, əmin olsun Allaha. İlanlar nə yolunluğunda, adam ay Allah. O 2 kilometr yol gedirdik hər gün püşkon. 1-2 balığı 2 qardaş gətirirdik. O boyda yolu. Balada uşaq idik. Gəlirdi bir yarım saat mən atam ala deməmişəm getməyin. Nəyi var tay? Döyülürdüm də. Böyük mənəm axı. Mən aparmışam kiçik. Ya sizə deməmişəm evdən qırağa çıxmayın. Sizə deməmişəm günorta yatın. Dərslərinizi oxuyun. Deyirəm hayatım nə dərs yaydı. O sözü demək olar. Yarım saat neyi var? Hoşum tembih eləyirdi, danlayırdı. Hoşum səhərsi günü elə bir mənə söz deməmsən. Təzdən gələ gedirdim. Qardaşımı götürürdüm. Gələ 2-ci mərtəbədən. Kişi işləyirdi, yəni dükanları var idi, kommersant idi atam. Gəlirdi, abed edirdi, gedirdi. Evdə yaxın idi dükanlarımız. Bu gələn kimi bizə çıxırdıq aradan. Yalandan gözümüzü qoyub gəlirdi, qapını açırdı. Uşaq otağımız vardı bizi için də, yəni ki bizi için ayrı otaq idi, bacılarım için ayrı otaq idi. Biz 2 qardaş ayrı otağımız vardı. Asırdı gözümüzü biz də yumurduq. Güya yatmışıq.
Güya yatmışıq, hə. Bunlar yatıblar, yoxsa pişirik edirlər. Anam deyirdi, yox yatıblar, çoxdan yatıblar. Sonra bunları buraxma heç yerə. Qoyma getsinlər. Bax, sənə tapşırıram bunları. Hə, yaxşı. Qulağımız eşidirik axı. Başımızı indi yüzümüzü çöymüşük üzvayına. Güya xəbərimiz yoxdur. O şimdi kişi gedən kimi qardaşıma dedim, hazırsan? Ay getməyək də, deyir, ata gələ bizi döyəcək. Deyirəm, ana dur ayağa, yenə getməyək. Kişi döyülməkdən qorxur. Dur ayağa. Götürürdüm orada, gəlirdi. Gelirdi qəyətə. Hara atam sulayırdı. Axşamlar ki, ağacların zadın dibində, oraya sulayırdı, orada soxulcan olurdu. Gəlirdi, oraya püskünə qoyurduq. Lapatçı ilə darmadağın eləyirdik. 150-200-dən soxulcan yığana qədər həyəti məhv eləyirdik hər gün. Həyətə də atam damma tikmişdi, balıq gölü də. Orada elə bir ki, balıq buraxırdı ki, biz getməyək də balığa. Dedi, balıq istəsək orada tutaq. O bizi için eləmişdi ki, həm çimin orada, həm də balıq tutun həyətdə. Göl düzətmişdi həyətdə. Belə motor zat qoymuşdu, belə əylaşı, əntiqə şeydi. 1 kiloluq, 2 kiloluq sazanlar bıraxmış içinə, getməyək. Biz getməyək də, heç evdən qırağa çıxmayaq. Yəni, getib o boyda yolu getməyək. Nə getməyək ya, çöldə tutulan balıq, kanalda dənizdə tutulan balıqla, o həyətdə tutulan balıq birdir, gelirdik. Gənə də sürüşə turbalarla, o yüzlü turbalarla sürüşə düşürdü yaşağa. Sinəmiz, qolumuz cırıq-cırıq olurdu, təzədən gəldi, gedirdi, qapını elə açırdıq ki, var otağına. Qısat, o ikinci mərtəbənin pəncərəsi taxta pəncərələr idi də qabaq. Cır belə səs gəlirdi. Onu elə master, elə bir açırdıq ki, ondan zərrə qədər səs gəlmirdi. Vay dərəm, vay. Düşürdük, barmaqlarımızın ucunda da belə. Düşürdük aşağı, soğuzanımızı yığdıq. Acı yalavazı da, kimdir durub yemək zad götürən? Evdə hamı duracaq axı. Allah şahiddir, yaydır rayonda bir 40 dərəcə, 45 dərəcə, 50 dərəcə isti. Heç kimlər it itdiyindən bayırda qalmaz. Çıxırdıq aradan, getdik, heç kim görmür də bizi hər gün. Çünki o vaxtı zaman adamsı yatırdı. Gedirdik, çatırdıq oraya, bir də kəllə vururduq, çimirdik biraz, sərinləşirdik. Hələ o kanalın suyunu da içirdik. Biz elə böyümüşük, Allah həmd olsun, əlhamdülillah. O su, lıqqa suda içirdik, o qədər içirdik ki, qarnımız şişirdi. Balığımızı tuturduq, balıq da bilsən nə? At çək, atmağıyla tutmağı bir olurdu, belə, 2 tuturduq. Deməli, qaydanda evə, gəl də balıqçılar bizi görürdü, axşam çağı, indi simenə gedənlər və yaxud da toru yoxlamağa gedənlər, indi cəmaat günorta getmir ki, axşam gedir ya da səhər gedir. Deyir, atoz axtardı gədə sizi, nə axtarır, canımıza bir dənə vəl-vələ düşürdü. Atoz axtarır nə də? O sözü bizə deyərlər, Allah akbar, evə gəlməyə qorxuruq indi. Kimi tapaq aparaq ki, atam bizi cəzalandırmasın da, yəni, ona görə. Heç nə, gəlirdi gədə, starı banyo, starı tas, köynə amam, köynə tas. Deməmişəm, siz getməyin. Ay Allah, hər gün eyni şeydir, hər gün eyni vəziyyət. Təzə elə mən belə bu sağlam qalmağım, əlhamdülillah, elə atam çox sağ olsun, uşaq vaxtı bir 10 il, 15 il bir yaxşı gündə yarım saat mənə üstümdə məşq eləyib, elə onun nəticəsidir. Adam, kişi adam mənə dəmir kim elədi də axırda. Ata, əllərindən öpürəm həyata, çox sağ ol. Həqiqətən də böyüklərimizə qulaq asmaq lazımdır. Onlar da bizi üçün deyirdilər ki, gedərsən, qurda quşa yem olarsan, ilan vurar, nə bilim, çaqqal dişləyər, nə bilim. O vaxt deyirdilər, alladırdılar ki, div var, gecə vaxtı nağıl danışır, deyirdilər, div var. Kəndə div, rayona div gəlib, falan kəsə tutub apardı. O, nə danışırsan? Biz də inanırdıq, bəndi. Retroda da ki, 6-cı gün o Ucas kinolara baxırdıq, ondan sonra atamla bir yandan Məlik Məmmədin nağılını danışırdı. Biz qorxudan yatamıyorduk səhərə qədər. Qardaşıma deyirdim ki, div var, gəl kolluqla getməyək, bir yandan gedək. Deyirdim, o da ondan 1 yaş yarım balacadır. Mənim də səvələ 8 yaşım vardı, 17 yaşı. Deyirdim, gəl getməyək. Təsəvvür ki, 6-7 yaşımız, 6-7 yaşımdan düz 3 il çəkdi də, bir 10 il, bir 10 il çəkdə 7-dən 4-cü sinifə gedər də, sonra gəldik Bakıya. Eyni. Balıqçılıq da ki, mənə babam öyrədir. Neftçalada o vaxtı
balıq çox idi. Dəhşət dərəcədə çox idi. Yəni bizə məsələn indi karaslar var ya, karas balığı kiloyu nə bilim 2 manatdır, 3 manatdır, 5 manatdır. O vaxtı onu heç kim yemurdu orada. Günə mən bir kisə gətirirdim evə, bir 50 kilo ikimiz gətirirdik qardaşımla. Hərəmiz bir yandan tutub sürüyə gətirirdik. Onu tökürdülər bizə toyuqlara, yemirdilər onu. Deyirlər ki, o qədər bolluğu idi ki. İndi karas tapmaq olur ha. İndi atam gedirdi məsəl üçün dənizə balığa məsəl üçün qırmaqla da, tilovla. 1 saat, 2 saat o lülkalı masketin lülkası dolurdu, gətirirdilər sazanlar evə. Bu nə də Allah qoy, 1 dənə dör, 5 dənə dör, 10 dənə dör, 100 dənə dör. Tökürdü o həyətdə damma tikmiş, düzəltmişdi balıq gölü də. Tökürdü o gölə, diri-diri. Qonaq zat gələndə oradan tutub, həm də ki, otururduq məsələn, balıq tuturduq orada, qurdumuzu öldürürdük. O qədər bolluğu idi ki, o qədər bolluğu idi ki. İndi o bolluqdan əsər əlamət qalmayıb. O belə. Dəhşət dərəcədə balıq çox idi. Səhər rayona, mən bazara bir dəfə nəysə bir yolum düşdü. Orada o qədər balıq var idi ki, inanırsınız, yəni o qədər balıq var idi ki, balıq var idi məsəl üçün 10 kilo sazan, 15 kilo sazan. Bir dənə balıq idi belə. Elə bir ki, bölgədir, Beluqada, Satrindir, belə yığırdılar balıqları yanbayan. Hamısı dənizdən tuturdular, belə. Dənizdən, kürdən, belə. Bolluq, dəhşət dərəcədə bolluq idi. Yəni, uşaqlığımız da maşallah interesli keçir, çox maraqlı keçir. Belə, sizi çox yormayın. Gedim işlərimi tökülüb qalıb, gedim işlərimi görüm.